Qusar rayonunda yağan leysan xarakterli yağışlar ciddi fəsadlara yol açıb. Rayonun Yasab kəndi yaxınlığında martın 28-də baş verən torpaq sürüşməsi genişlənərək əsas avtomobil yolunun tamamilə dağılmasına səbəb olub. Bunun nəticəsində 21 kəndin rayon mərkəzi ilə əlaqəsi kəsilib. Hadisə zamanı xəsarət alan olmayıb, lakin əraziyə ciddi ziyan dəyib və nəqliyyat hərəkəti tam dayandırılıb. Azadlıq prospektində yolun asfalt qatı çöküb və Azərbaycan Yolüstü Nəqliyyat Agentliyinin maşını həmin çuxura düşüb. Baku WS-in məlumatına görə hadisə metronun 28 may stansiyasının ikinci çıxışında qeydə alınıb. Yolun çökməsinə aramsız yağan yağışların səbəb olduğu ehtimal edilir.